Salamlar, necəsiniz qızlar? Uzun bir aradan sonra mən gəlmişəm. Bu gün bütöv günümü çalışdım ki, sizlər üçün video halında hazırlayam, sizlərlə paylaşam, baxasınız. Çünki çoxdan idi ki, video paylaşmırdım. Yenə ərincəkli tutmuşdu məni və ona görə bu gün dedim ki, heç olmasa bu qədər olmamamın əvəzini çıxım. Burada soyuducumun içini elə də göstərməməyə çalışıram. Çünki demişdim sizə, köçür mənim soyuducumun içi. Bizdə köçməyən yer var. Nəysə ki, belə özümə tez bazar yumurta qaynatdım. Bu gün üzgüçlük dərsim var. Ona görə elə yuxudan dururam. O qədər gec oyanırıq ki, ancaq belə tez bazar hazırlaşıb məktəbə gedirik və oradan da mən üzgüçlüyə gedirəm. Bir dənə acı kofemi götürdüm, onu içirəm. İçənə kimi də fikirləşirəm ki, bu gün nələri götürəcəm, nələri yox. 3 dənə yumurta qoydum qaynasın. Gedəndə ac getməyim, çünki ac gedəndə lapis olur. Axşam da çoxlu McDonald's-da belə şeylər yemişdim. Bilirəm ki, ödəm yığmışam və ona görə acı kofe ilə limonu belə qarışdırıb içirəm. Mən ümumiyyətlə kofeyə şəkər vurmuram, qızlar, demişdim sizə. Və limonu da çalışıram hər gün ac qarnına belə içməyəm. Əlbəttə ki, bu ziyandır. Sadəcə yenə deyirəm, axşam gec vaxtda yedim, yatdım. Ona görə burada sizə evimin halını göstərirəm. Heç vecimə də deyil. Burada gəldim, kofemi içənə kimi qızım da oyandı. O da yenə oyanan kimi atışdırmalıqların elədi və mən o atışdırmalıqların eləyənə kimi yumurtamı çıxardım. Dedim, heç olmasa bir tikə bir şey yeyim gedim. Çünki onu yeməsəm, ac gedəndə əsməcə tutur məni. Burada axşamki zibilimi də qoyuram bura və yumurtanı çıxartdım soyuyana kimi. Dedim, heç olmasa biraz ortalığa da əl gəzdirim. Ortalıq həmişəki kimi bizdə qızlar köç vəziyyətdədir. Ay qız, utanıram da deməyə, nə deyim sizə, nə bilim. Nə isə ki, buranı belə biraz səlqəyə salıram. Artıq bu yorğanımın da son günləridir. Bunu verəcəm təmizlik şirkətinə və inşallah ki, götürəcəm. Gələn vloqlarda artıq bu yorğanı görməyəcəksiniz. Heç olmasa kravatın üstünə sərdiyim şeyin biri azalacaq da. Nəysə ki, burada qızımın corabları, nə bilim, mənim üçün çəkdiyi şəkillər, zad belə şeylər var və şəkli əlbəttə ki, yumarlayıb atıram, arxası üstə də atıram ki, qızım görməsin onu. Görəndə deyir ki, mənim şəklimi niyə atmısan? Ay qız, bir tonda şəkil çəkir, sağ olsun, Allah canını sağ eləsin. Nəysə, burada üzgüçülüyü üçün şəbitlərimi, nə bilim, çimərlik geyimi deyim sizə, hovuz geyimi deyim sizə, nədir onun adı, yadımdan da çıxdı. Nədirsə onu, tapışqalarımı, zat belə şeylərimi qoyuram və hazırlaşıram, serumu zadımı da vururam. Yəni, nə qədər tələssəm də bunları mütləq şəkildə eləyirəm. Çünki üzlərim qurudur. Ona görə yaxşı-yaxşı nəmləndirib SPF-imi çəkib gedirəm. Bunları da bu, necə deyim, makyaj siyirməmi bir dənə vlogda çəkmişəm. İçərisini həm biraz səlqəyə salmışam, həm də sizlərlə paylaşmışam, nələr istifadə edirəm. Elə də çox şeylər istifadə eləmirəm əslində. Lazım olan şeylərdir özümə. Yəni, çox makyajdan istifadə eləmirəm mən. Nəysə ki, bunlardan belə istifadə edirəm, nələr eləmişəm, onları da çəkmişəm. İnşallah ki, çalışacağım gələn vloqlarda onu da mütləq şəkildə sizinlə paylaşam. Mən doxu vurmuram, bədən spreyi xoşlayıram, ona görə də onu vurdum və əynimi də geyindim, gedirəm. Burada qızımın çantasını da yığıram, çünki vaxtımız azdır. Onu Nazı ilə oturub gözləyəsi deyiləm ki, 50 saata gəlib yığır. Burada əyilib neynirəm bilirsiniz qızlar. Burada əyilib mən qızımın dəftər kitabını orada gizləyirəm. Ay qız, kitabları stolun üstündə qoydum, vay, nə bilim, çəkməcəyə qoydum, vay. Ona görə fikirləşdim. Ən salamatı stolun altında gizləməkdir. Kimdə ora baxan? Elə özüm bilirəm ki, orada nə var. Ona görə də ən gözəli elə odur. Burada qızımın saçını da yığıram. Mənim qızım saçına qarşı çox belə nazlı, qəmzəli qızdır. Ancaq onun saçı ilə bir neçə dəqiqə oynayıram və tez bazar yumurtamı soyuram. Yumurta da kənd yumurtasıdır deyə gec soyulur. Bu arada sizin rəylərinizi oxuyuram hər birini. Çox sağ olun, var olun. Hər biriniz maraqlanırsınız, yazırsınız. Vlog harda qaldı? Vlog çək. Sadəcə çatdıra bilmirəm. Yəni həm çatdıra bilmirəm, həm nə bilim oturanda istəyirəm biraz dincələm. Ona görə ev işlərinə sözün düzü yəni heç nə eləyə bilmirəm. Ancaq yəni gün ərzində indi görəcəksiniz bu gün nələr eləmişəm. Yəni ancaq ya mətbəxdə keçir günüm, ya boş vaxt olan kimi dincəlirəm, nə bilim harasa gedirəm. Yəni ev təmizləməklə bilirsiniz ki, bacınızın arası yoxdur. Ona görə də Neynirsiniz? Aydil də bir dəfə vlog görəndə şükür ay Allah deyib
Qane olursunuz. Niyə də? Mənim də bacardığım budur da. Mən qızlar kimi elə çox vlog çəkə bilmirəm də. O cəmaət kimi belə hər həftə bir şeylər çəkə bilmirəm. Burada vaxtım yox idi deyə tez bazar pomidor, biber doğradım və qara zeytunum var idi. Biraz da onu elədim. Çörəksiz zadsız 3 dənə yumurtanı istədim yeyəm, amma ikisinin gücünə yeyə bildim çünki tez doydum. Əvvəlcə çalışıram biber, pomidor belə şeylərlə mədəmə birinci salamlaşaq, ondan sonra yumurta ilə salamlaşaq. Burada da qızım sağ olsun bir tikə biber doğramışdım özümə, onu da gəldi o yedi. Halal xoş olsun. Neysə buradan yumurtanın birini saxlayıram, getmədi çünki. Onu da saxlayıram ki, üzgüçülükdən gələndə haldan hala düşürəm. İnarsız qızlar, oradan çıxanda həm girirəm fitnesə, həm girirəm üzgüçülüyə. Da necə əsməcə tutursa məni, az qalıram da, nə bilim, daşı divarı gəmirəm də orada. Bilmirəm ki, niyə belə oluram, çox yoruluram. Neysə burada vitaminlərimizi də içirik. Qızıma da, özümə də çalışıram ki, hər gün vitaminlərimizi içək. Hal-hazırda D3K ilə bir yerdə və omega 3-ü içdik. Əslində sink, selenium zad da var. Prosto çatdıra bilmirəm onları da içməyə. İnşallah gələcəkdə onlara da başlayacağım. Yenidən ara vermişəm. Neysə burada zibilimi də götürdüm. Qapını bağlayıram və yollanıram artıq. Qızımı məktəbə yola salıram. Sonra yadıma düşür ki, mən su götürməmişəm. Girirəm mağazaya, özümə tez bazar bir dənə də su alıram. Deyirəm ki, heç olmasa orada əsməcə tutanda, heç olmasa bir damcı bir qurtum su içim, ürəyim canım getməsin də. Yıxılıb qalaram orada. Nəysə gəldim burada. Efes kluba gedirəm mən qızlar. Bunun cürbəcür yerdə filialları var. İstəsəniz özünüzdə maraqlana bilərsiniz. Nəysə ki, gəldim bura əyin dəyişmə otağına və burada saçım zadımı yığıram. Məşqə hazırlaşıram. Məşqə gedirəm mən. Məşqə tələsirəm. Məşqə hazırlaşır bacınız. Nəysə buradan saçımız adımı yığdım. Gedirəm biraz idman eləyəm, özümə gələm. Çünki onu isinmədən eləyəndə, üzgüçülüyə girəndə qızlar tez yoruluram. Ona görə çalışıram ki, heç olmasa bir yarım saat burada istifadə eləyəm. Birinci Begavoydan istifadə eləyirəm. Ondan sonra biraz velosipeddən istifadə eləyirəm. Sonra isə üzgüçülüyə girirəm. Burada özümü çəkməyə çalışıram, amma yıxılsam tir-tap olacağam. Və təxminən bir 20 dəqiqə yeriyirəm. Ondan sonra isə baxıram ki, 80 kalori yandırmışam. Sevinirəm. Əlbəttə ki, yumurtanın birini yandırdım. Elə bil ki, və buradan da biraz velosipedə gedirəm, velosiped sürürəm. Burada da biraz kalori yandırıram. Əslində burada daha çox yandıra bilərəm. Sadəcə 10 dəqiqə bunu da istifadə edirəm. Çox istifadə edə bilmirəm artıq. Çox yoruluram çünki. Nəysə ki, nəhayət bitirdim idmanımı və əynimi dəyişim, duşumu alım, gedəcəm üzgüçülüyə. Oradan sizə bir damcı videolar hazırlamışam. Qızlar, sudan o qədər çox qorxurdum ki, və mənə də hamı deyirdi ki, ağrılarına görə idman yaxşıdır və dedim ki, nəhlət sənə çoy şeytan, gəlin başlayım bu üzgüçülüyə. Həm qorxularımı yenim, həm də ki, nəsə bəlkə öyrənərəm. Gördüyünüz kimi burada arxa-arxaya üzməyi öyrənmişəm. Hələ ki qorxuram, biraz oradan-buradan tuta-tuta gedirəm. Nəsə burada hazırlaşdım, saçımı gəldim, qurutdum, elədim. Saçlarım da qıvır-qıvır olur da, inarsınız. Yəni, üzgüçülükdən çıxanda hər dəfə saçımı burada yalandan fenləyib quruduram, amma şirevdən qaçmışa oxşuyuram. Nəsə buradan çıxdım, tez bazar. Gedirəm qızımın məktəbinə, onu götürəm. Evə çatan kimi ilk işim bayaqçı qalmış yumurtanı tez bazar yemək oldu. Çünki həqiqətən bədənim necə əsirdisə, ayaq üstə dura bilmirdim və üstündən də çayla, badam, çişmiş belə şeylər içdim ki, biraz halım özünə gəlsin. Bilmirəm niyəsə qızlar, mən dəhşət çox yoruluram da. Çayımız adımı içib biraz özümə gələndən sonra da qızıma aş qalmışdı, aş qızdırıram. Yanında da çiftələr qalmışdı, amma mən bunu kotlet kimi eləməmişəm. Bilmirəm, əvvəlki videolarımda deyəsən sizin üçün çəkmişdim bunu. Yəni kotlet kimidir, amma adi kotlet deyil də, başqa cür dudadır, çox qəşəngdir. Bunu da düyüylə eləyirəm, həm özümüz, həm qızım çox sevirik. Bunu belə qızdırdım qızım üçün və burada yığılmış qablarımı da tez bazar suya çəkirəm ki, qoyum qabyanın içərisinə. Əlimin altı rahatlasın ki, bir şeylər axşam bişirəndə, eləyəndə əlimin altı boş olsun istəyirəm.
Guya Allah qoysa qab yuyanı aldıq ki, bura belə qablar yığılmasın. Ay qız, İnarsız elə bil ki, ona da ərincəkliyimiz tutur. Qabları qab yana yığa bilmirik, ərinirik elə bil. Elə hamısını gətiririk, moykaya yığırıq. Moykanın da yanında yığılır, qalır belə. Ona görə də bir də əlavədən bunu hər dəfə mən boşaldıram, doldururam, nəsə belə. Buna da bir ayrıca vaxtım gedir. Denən elə bunu belə bura qoyduğuna, promoy qoy onun içinə də. Bilmirəm, niyəsə belə əlim hələ ki ona öyrəşməyibdir. Deməli, bacınız bugün həyatında ilk dəfə piraşki bişirəcək. Görək necə alınır. Mənə də maraqlıdır. Əslində heç fikrimdə yox idi piraşki bişirmək. Sadəcə bilmədim nə bişirəm. Ona görə elə ağlıma verdi ki, internetdə də qabağıma çıxdı təsadüfən. Ona görə elə ağlıma verdim ki, bu günlərim piraşki bişirəm. Biraz fərqlilik olsun. Piraşki bişirsəm, düşünürəm ki, axşama əlavə yeməkdə eləmərəm. Çünki piraşki də qızım da yeyər onu. Kartofsuz eləyərəm yarısını, yarısını da kartoflu. Nəysə burada kartof qoymuşam qaynasın. O vaxta kimi də biraz yenə də buralara əl gəzdirəm. Ay qız, qab qutarmır. İnarsız, nə qab qutarır, nə evin işi qutarır. Bax, indi görəcəksiniz ki, vlogda mən ev təmizləmirəm. Ancaq mən nəsə bir iş görürəm. Sonra da deyirsiniz ki, ay bacı, sənin evin niyə köçür? Bax, bütün günüm mən məşğulam. Yəni, 5 dəqiqə vaxt tapanda da oturmaq istəyirəm ki, dincələm artıq. Çünki mən dincəlməyi sevən bir qadınam. Sən sevərsin, sevmərsin, bəni heç ilgiləndirməz. Mən dincəlməyi severim. Həqiqətən də dincəlməyi çox sevirəm. Yəni, iş görməyi heç sevmirəm. Ay qız, iş görməyi sevən insan var siz Allah. Nə bilim, vallahi, yəqin ki, var da. Ya, var ki, məni qınıyırlar da. Burada qazımın qıraq bucağını da səlqəyə salıram. Ora əlim öyrəşib elə hər dəfə buralar səlqəyə salan kimi oranı da səlqəyə salıram. Ona görə çox çəkilənmir ora. Nəsə burada kartofum qaynadı. Eşitmişəm ki, kartofun suyu ilə piraşkini, necə deyim, piraşkinin unun qarışdıranda çox dadlı olur. Güya mən də elə bir şey eləməyə çalışdım. Amma və lakin çox istəyirdi. Güya dedim ki, onu soyudam. Çaydandakı su ilə gördüm, yenə də çox istəyirdi. Biraz da soyutdum, tökdüm və beləcə mən fikirləşirəm ki, orada heç kartofun suyu ilə əsər əlamət qalmadı. Nəysə, baxdım, gördüm droş yoxdur və məni ağlamaq tutdu. O yorğun halımla pijamanın üstündən şalvar, şalvarın üstündən koftasını heç dəyişmədən pencəyimi geyindim, düşdüm, getdim droj almağa. Drojun adı nə idi? Maya idi deyəsən. Nəysə, bunu alma, qabartma tozu. Qabartma tozunu aldım, gəldim. Bir xörək qaşığı mən tökdüm. Əslində çox tökdüm hal-hazırda, yadımdan çıxmışdı. Həm də istəyirəm ki, tez gəlsin xamırı. Nə bilim, ilk dəfə də eləyirəm. Əslində pizza çox dadlı olur məndə. Amma ilk dəfədir ki, piraşki eləyəcəm, piraşki xəmir eləyəcəm. Bilmirəm ki, nə eləyəm burada. Nəysə birdən yadıma gəlir ki, yumurta vururduq bunun içərisinə.
Yumurtadan, duzdan, nə bilim, pesoqdan, mayonezdən, duru yağdan qatdım, qarışdırdım. Ağlıma gələndən bilmirəm heç nədən nə qədər eləməliyəm. Çünki mən az piraşki eləyəsiyəm. Çünki niyə az piraşki eləyəsiyəm? 3 dəfədir eləyirəm. Çünki hazırlayıb ziblə atdığım vaxtlarda çox olubdu. İstəmirəm ki, indi ziblə getsin. Burada pesoğun da əlavə qab batırmaq istəmirdim. Əlimlə tökdüm. Oranı elə görməsəz yaxşıdır. Ay qız, indi ona da söz eləyəcəklər ki, Lalə qab batırmamaq üçün əli ilə pesoğu götürdü, tökdü. Nə olsun? Tökdüm də, nə var ki orada? Nəysə ki, bunu belə biraz qarışdırdım və kənarda hazırladığım mayalı suyumu, ilıq suyuydu o. Gözləyirdim ki, biraz özünə gəlsin. O özünə gələnə kimi də mən soğan blenderdən keçirirəm ki, onu qovuram. Blenderi alandan qızlar gözüm artıq yaşarmır soğan doğramağa. Çox gözəldir. Lakin blenderin bir şey pisdir ki, əgər çox eləsən, soğan xırtxəşil olur, dadı da pis olur. Heç sevmirəm onu. Ona görə mən 1-2-3 dəfə belə dıt belə eləyirəm. Çox gözəl olur. Elə bir əllə doğrayırsan. Yəni mən belə istifadə edirəm bütün yeməklərimdə. Çox yenə deyirəm, xırtxəşil olanda sevmirəm. Baxın, bu cür artıq hazırdır. 1-2 dəfə eləyən kimi. Birinci mən soğanı qovurub, sonra isə qaynatdığım kartofu tökəcəm üzərinə. Nə bilim, duzun istiyotunu da tökəcəm. Belə eləyəcəm. Bilmirəm cəmaət necə eləyir. Mən belə ağlıma gələn kimi eləyirəm də. Amma sizə də deyim ki, çox dadlı alınmışdı. Bilmirəm normalda necə eləyirlər. Çox qəşəng idi. İçi də çölü də. Neysə ki qızlar, buradan da bu blenderin içini, bıçağını daha doğrusu qorxdum yumağa. Əlimlə qorxuram yumağa. Çünki bir dəfə mənim əlimi çox pis kəsmişdi. Ona görə elə belə salfetka ilə üstündən suyu axıdıram ki, təmizlənsin və salam. Yəni çox belə əlimi artıq ona vurmamağa çalışıram. Gözüm qorxu vaxtı bir dəfə. Sonra burada yağımdan da tökürəm soğançanın üzərinə. Gözləyirəm ki, qovrulsun. Və qaynatdığım kartofları əzirəm. Burada götürdüm bunları. Gördüm ki, yox, səngəllə alınmır. Elə dədə-baba üsulu ilə əlimi saldım içinə. Kartofları götürdüm, belə əzişdirdim. Ən gözəl üsulu budur valla. Allah bizə ən gözəl neməti verib əl. Əllə götür, hər şeyi əzişdir. Əzişdir, qarışdır, ye. Bunu da artıq hazır eləyəndən sonra dedim ki, xəmirini hazırlayım. Mayalı suyum da biraz köpüklənmişdi. Əslində gözləmək lazım ki, yaxşı köpüklənsin. Nəysə, gördüm ki, suyu çox oldu. Çünki unum azdı. Təzədən bir də undan ötürü mağazaya mən kimdi düşən ay qız? Kim idi düşən? Ona görə hazırladım. O suyu da götürdüm. Yarısından çoxsunu tökdüm stəkan içərisinə. Dedim, lazım olsa əlavə eləyərəm. Qoy hələ ki, suyu az olsun. Elə yaxşı da ki, belə eləmişəm, Allah hamd olsun. Onun güc bəla ilə çatdı ha. Nəysə ki, belə bir xəmir hazırlamağa çalışıram. Adam bilmədiyi bir şeyi də hazırlayanda lap belə təntir, həyəcanlanır. Pizza xəmirini daha çox eləyirəm deyə əlim artıq öyrəşib ona nələri eləyəcəm. Avtomatik şəkildə özüm eləyirəm. Belə un tök, su tök, yağ tök. Valla bilmədim heç nə qarışdı, nə elədim, nə qaldı. Gələn dəfə desən ki, dur piraşki bişir, bəlkə də heç alınmayacaq. Çünki bilmirəm həmin vaxtlar nələr elədim həyəcandan. Nəysə ki, bu formada biraz da yağdan əlavə elədim ki, əlimə yapışmasın. Gördüm soğançam yanır. Tez bazar əl xəmirli soğançanı qarışdırdım. Çatdıra bilmədim əlimi yumağa və burada kartoflarımı da dedim töküm elə üstünə və hazırlansın. Çox dadlı bir şey alınmışdı.
Qızlar, sadəcə və sadəcə bu kartofun, yəni daha doğrusu pirojkinin içliyi kartofla soğança belə xəmir formasındadır. Belə cəmaatın elədiyi kimi olmadı. Bilmirəm nəyi çox oldu, az oldu, nə idisə, niyəsə belə xəmirə oxşadı. Dadı qəşəng idi, amma yenə deyirəm ki, belə xəmir kimi idi. Nəysə dedim ki, eyb yox, yəni olar. Kişinin başına hər iş gələ bilər. Orada xəmirimi artıq yoğurdum, qutardım. Bunu gözlədəcəm bir saat ki, biraz özünə gəlsin. Əslində daha çox gözlətməliydim, amma çox gözləyə bilmədim. Çünki ev əhalisi acından qırılırdı. Pirojkin xəmiri hazır olana kimi tosterimi biraz salfetka ilə silirəm, ortalığa biraz əl gəzdirirəm. Və qızımın gimnastika saatı gəlir, onu hazırlayıb həyətə düşürürəm. Gördüyünüz kimi pijama ilə gəlmişəm. Liftin yanında gizlənirəm, kimsə olanda onu göndərirəm. Tək olanda getmir liftlə. Mən də bu halda hara gedirəm, minirəm liftə. Ona görə gözlədim, kimsə gələndə onunla göndərdim. Biraz lift qorxusu var. Sonra isə gördüm ki, xəmirim biraz özünə gəlibdi. Dedim, əşi eybi yox, gətirim, elə hazırlayım. Az özünə gəlsə də, yəni çox belə daşmasa da, qəşəng idi valla. Belə qəşəng indi videoda da görəcəksiniz də. Belə totuq-motuq bir dənə pirojka alındı. Yəni nə yalan deyim. Qəşəng bir şey alındı. Əslində gərək çox gözləyərdim, amma danağaraq əlimizdə olan buydu. Tez hazır eləməliydim. Sonra balaca kündələr hazırlayırdı cəmaət. Baxıram görüm bundan alınır alınmaz. Görürəm ki, biraz balacadır, biraz da əlavə eləyirəm və onu yumurlayıb qoyuram ora. Ay qız, heç mən kündə yumurlaya bilmirəm. Mən nətər bir arvadam ki, kündəni yumurlaya bilmirəm. Nə qədər eləyirəm, belə cəmaət kimi yup-yumru kündə alınmır. Nəysə ki, biraz əlimlə orasını burasını belə yumurlayıb top kimi eləyib qoymağa çalışıram ki, eybi yox, qoydursun orada. Kündədir əsas. Yəni içərisinə kartoşkanı yığandan sonra mənə elə gəlir ki, forma verə biləcəm. Ona görə çox da daha dedim ki, üstündə durmayın bunun. Və artıq kündələrimi açıram əlimlə, arasına kartoşkadan yığıram və nə bilim qabağıma videoda belə çıxmışdı, belə bükürdülər, şəkərbura kimi bu formada bir şey eləyirdilər, qoyurdular. Ona görə də mən də dedim ki, elə bu formada eləyərəm mən də. Burada yağın istiliyini yoxlamaq üçün pirojkinin birini yağa salıram. Onu qaynanamda, mamada görmüşdüm. Gördüm ki, hələ çıtıldamır. Ona görə dedim ki, qoy biraz da gözləsin və artıq yağ qızmışdı və pirojkilərimi ya Allah deyib içərisinə qoydum. Dedim, ay Allah, sən məni pərt eləmə. Bu cəmaatın dilinə dişinə salma. Deyəcəklər ki, evi təmizləyə bilmədi, pirojkini də bişirə bilmədi. Ona görə Allah nətər yalvardımsa pirojkilərim qəşəng çıxdı. Sonra da baldızım mənə qəşəng bir dənə acıka vermişdi.
Onu da fikirləşdim ki, acikanı biraz töküm. Yağla hazırlamışdı səhvləmirəmsə onu. Biraz da üstünə tam ketçup əlavə elədim. O qədər dadlı bir şey alındı ki, mənə elə gəlir yox. Elə həqiqətən də acika ona o dadı vermişdi. Çox gözəl bir şeydi. Yəni təkcə şeylə də ketçupla da həmişə yeyirdik. Amma qaynanam eləyəndə, ya mama eləyəndə, amma indi acika ilə elədim. Tamam başqa cür çıxmışdı onun dadı. Baldızımın da əllərinə sağlıq. Və biraz da qızım üçün prosta elə belə kartofsuz kündələr elədim ki, qızım kartoflu sevmir. Gördüyünüz kimi çox gözəl qızardı, şişdilər. Piraşkilərim qızıma elədiyim də sadə oldu. Sadə xoşlayır o. Burada da yağ sıçradı əlimə və yandım, töküldüm qızlar. İnarsız dinim imanım qaçdı. Bir şeyi eləyəndə ya əlimi kəsərəm, ya nəyisə qırıb tökərəm, ya əlimi yandıraram. Normal bir salamat bu cəmaatın arvadı kimi bir iş görə bilmirəm da ay qız mən. Piraşkiləri güya çevirirdim ki, qıraqları da qızarsın. Ona görə əlimi yandırdım. Burada piraşkinin birini dedim götürüm, yoxlayım, baxım görüm içi pişib mi ya yox. Və baxdım gördüm ki, içi pişib və çox dadlı bir şey alınıb. Burada da sizə göstərirəm. Yəni miko bir şey alınmışdı. Dedim piraşkilər çox yanmamış, onları götürüm. O birisi sadələri də qoyum qızım üçün. Piraşkini qoydum və piraşki, siz Allah bir dənə buna baxın. Ay qız, mən nə vaxt arvad olacam bilmirəm. Anam bu videonu görməsə yaxşıdır. Həqiqətən də arvad mənə ağzına gələni desə yeridir. Nə deyim? Heç zat. Amma öz aramızda qızlar. Belə eybəcər eləsəm də dadı elə qəşəng olur ki. Dadı çox qəşəng olur bütün bişirdiklərimin. Ona görə də yəni çalışıram ki, görünüşünə fikir verməyəm və evdəkilərə də əvvəlcədən onu mən demişəm ki, görünüşə fikir verməyin. Əsas odur ki, gözünüzü yumun, yeyin. Görün necə dadlı olur. Həqiqətən də ondan sonra hamı bəyənmişdi. Piraşkinin dadına baxıb sevinirəm və oynayıram ki, nəhayət ki, mən bir işi bacardım. Evet, bacardım. Əlimi yandırsam da bacardım. Axşam idi, qızım gimnastikadan sonra həyətdə oynayırdı. Ona görə pijamanın üstündən tez bazar yenə paltarlarımı geyindim, gəldim qızımı qarşıladım, götürdüm, gəldim, qoydum evə. Sonra birdən yadıma düşdü ki, mən çörək almamışam və gecə vaxtı düşdüm mağazaya. Məcburən getdim mağazadan özümüzə çörək də aldım, gəldim və işim bitdi. Yox ay qız, hara bitir? Ev əhalisinə piraşkini verəndən sonra birdən mənə dınq elədi ki, axı mən yoldaşıma sabahına işinə yemək qoya bilməmişəm və bu insan sabah növbədə qalacaq. Ona görə mən məcburən nəsə eləməliyəm. Gecə ilə gətirdim cücəni, yenə yaxşı ki varım idi. Donun açdım, kənd cücəsi idi. Donun açdım, tez bazar bunu qovuracam ki, bunu sabahına işə qoya bilim. Görürsüz bacınız nə qədər işləyir. Sonra deyirsiniz ki, sənin evin niyə kötür? Bax, buna görə kötür. Onu eləyirəm, bu birisini eləyirəm. Onu eləyirəm, bu birisini eləyirəm. Yenə deyirəm, bekar vaxtım olur, onda da çalışıram ki, özümə vaxt ayıram. Yəni ev işlərini belə çox yorulanda eləmirəm və ona görə də ev işlərim yığılıb qalır. Hal-hazırda qaldığı kimi. Nəsə biraz da buralara belə səlqəyə salıram, təmizləyirəm, eləyirəm.
Qızlar, kənd cücəsinin, tez bişən cücənin ən dadlı, ən gözəl variantı bax budur. Soğanı doğrayıram, toyuğu da üstünə qoyuram, yağın zadını tökürəm, qapağını bağlayıram. Təxminən bir 10 dəqiqə belə bişəndən sonra üzərinə duz, istiot, sarı kök və pomidoru doğrayıram və yenə ağzını örtürəm, çevirirəm, əlbəttə ki, ara sıra qarışdırıram. O qədər dadlı bir şey çıxır ki, yəni bizim evdə buna yox deyilmir də bu yeməyə. Və ona görə də əvvəlki vloqlarımda da görürsünüz ki, mən evdə ən çox toyuq yeməyi bişirirəm, cücə bişirirəm. Yəni kənd cücəsi, belə broiler sevmirlər. Ona görə də bu yemək bizdə çox sevilir. Və bu yeməyim də mənim çox dadlı çıxır. Çünki əlimin dadı duzu var. Əlimin dadı duzu yerindədir. Burada köhnədən qalmış pomidorlarımı da soyuram. Deyirəm heyifdir, səhərə qalsa çiflənəcək. Ona görə də bunları da doğrayıram. Yeməyimin üstünə əlavə eləyəcəm. Bu cür yeməyimi də qarışdırdıqdan sonra sizə saatı göstərirəm. Saat artıq 12 işləyir və mən salatı da hazır elədim yoldaşım üçün. Yemək qabısını hazır eləyirəm, çörəyini, nə bilim sokunu, zadını, hər şeyini hazır eləyirəm. Belə yemək qabısını qoyduğuma baxmayın. Yemək hazır olanda yenə onu altdan qoyacağam. Əlbəttə ki, yemək bişəndən sonra hələ mən gözləyəcəm ki, bu yemək bir soyusun ki, yemək qabısına yığam, onu elə qoyam o yemək qabının içinə. Nəysə ki, bu formada belə onun yeməyini hazır eləyirəm, qoyuram ki, sabah bol-bol yesin, Allah canını sağ eləsin. Təki canları sağ olsun, eybi yox, biz axşam vaxtı onlar üçün bir qazan yemək əlavə bişirsək də heç nə olmaz. Toyuğun bu hissəsini də çox sevir. Ona görə də bunu da belə qırıqladım, qoydum. Əslində biz o qədər də çox sevmirik, amma onu sevir. Bir dənə də boğaz yeməyi sevir. Ona görə onları qoydum ki, axşam növbədə olanda məşğulat olsun. Başı qarışsın. Sürsüməkdən yesin, qidalansın, başı qarışsın. Nəysə, zarafat bir yana, yemək qabısını da bu cür hazır elədim. Qızım da yeməyin iyisindən məst olmuşdu, ona da verdim. Hələ ki məndən bu qədər qızlar. Videom xoşunuza gəldisə bəyənməyi və rəy yazmayı unutmayın. Sağ olun, hələlik.